Geriyə qalan sual isə budur ki, biz tariximizə, keçmişimizə, dilimizə, yazımıza sahib çıxacağıq-mı? Və bu sahib çıxmaq yalnız mən ilə, yalnız sən ilə, yalnız o ilə əlaqədar deyil. Biz hamımız birlikdə keçmişimizə, tariximizə sahib çıxmalıyıq. Mən keçmişimizə, tariximizə sahib çıxmaq üçün 18 yaşından bu günə qədər təxminən 28 il dayanmadan çalışdım. Dinin inancın kökəninə doğru adlı kitab yazdım. 2023-cü ildə Dilin Kökəni adlı kitab yazdım. 21 hissəli tarixi hissəli roman yazmışam. Onun ilk 3 hissəsini çap etdirmişəm. 18 hissə redaktə olunub çap olunmalıdır. Onlarla romanın süjet xətti hazırdır, bir kənarda gözləyir. Və son 7 ildə 300-ə yaxın video, bir çox söyləşi edərək türk dili, türk tarixi ilə bağlı məsələlərə toxundum. Lakin bilinməyən müddətə fəaliyyətimi dayandırıram. Məndən bu qədər. Mən Rəşad Tahiroğlu. Qismət olsa bəlkə də görüşərik.